Bugün Arpa Çay restoranına gəlmişik. Bu yaxınlarda bizim yolumuz açılacaq. Biz maşınla gedib orada orada yeyəcəyik. Yerindəcəm. Çəkmişlə, eşit yaşayıram. Zonfil değil mi başına? Şurasınlar zaten. Dostlar, biz bugün Arpa Çay restoranına gəlmişik. Arpa Çay restoranı nə ilə məşhurdur? Naxçıvan mətbəxi ilə. Gördüyünüz kimi burada bizdən Aydındır, Vahiddir, Ramindir və bizim daimi izləyicimiz Elçin bəydir. Hansı ki, bu Arpa Çay restoranı bizə məsləhət gördü. Deyir ki, burada bir-birindən ekskluziv yeməklər var. Bəlkə Naxçıvanlılar üçün bu çox da ekskluziv deyil, amma biz yəni paytaxt sakinləri üçün nisbətən yəni yeni yeməklərdir. Düzdür, Aydın? Bəli. Bu birinci təam, bunun adı nədir? Daş küftə. Bu adı tərkibinə görədir yoxsa nədir? Bu daşla döyülür. Ona görə onun adı elə daş küftəsidir və qaynadırlar, hazırlayırlar. Ondan sonra da onu atırlar xaladelnikə 3-4 saatlıq. Sonra da verirlər soyuq gələn altı kimi stola. Ne lavrolis var gerçekten içinde. Tatlıdır. Naxçıvanın ümumiyyətlə Şərqi Zəngəzurun iqliminə görə Qarabağda da soyuq çox olub, həmişə şaxta olub, qış uzun olub, oktyabrdan marta, aprelə qədər hətta. İndi düzdür, iqlim biraz dəyişib deyil, ona görə də belə qışa hazırlıqlar çoxdur. Əsas da bu təbiət biçlər görürsünüz, baldırğan, çaşır, qovurmağın özü uzun müddətli və duzun da çox olması o xarab olunmaq üçündür. Yayda da isti olur, ona görə hazırlanan deyirlər çoxu duzlu olur. Duz dağı da Naxçıvanda, hatta duz çox. Bu da Naxçıvan duzu. Müsbət kiçiyimiz. Bunun adı nədir? Bu baldırğan. 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 Bir de çaşır. Çaşı bu, amma bunu görmüşük. Hə, bu daşlıq qayalı yerdə olur. Bu su qırağında olur. Nəmişlik sevir. Çay qırağında. Bura Yoxda. protokolumuzu tərtib eləyək. Bir əli iş aç. Az granata. Bəli, Yerli bir, yerli məhsul, yerli keyfi. bəli. Yəni bundan öncə mən protokol streci arağını yaxın dostlarla oturub, yəni prova eləmişəm. Ona görə sizin kimi keyfiyyətli dostlarla keyfiyyətli araq içirəm. Sağ olun. Sağ olun. Öpürəm. Sağ olun yoldaşlar. Sağ olun. Elçin bəy bizə birinci mesaj bölməsində yazıb deyib ki, siz bu yeri prova edin və burada ən yaxşı yeməklərdən biri Naxçıvan sousudur. Prova edəcəyik, bunu çox gözlətmək olmaz çünki sonra donacaq. Çünki sous birindədir. Naxadı getdi lavaş arası. Daş arasından kesilən lavaş arası. Çox keçmə. Bu soğuz çok dadlıydı. Tam elde tutabilməmişəm ədiyyətləri. Açıq aydın odda bişirilməsini hiss olur. Böyle, çok tatlı. Görürsən, Vahid belə doğru uşaqdır. Doğru yeri demək olar ki, saxlamır. Birinci dəfədir ki, Naxçıvan restoranındayım. Naxçıvan. Doğrudan mətbəxdə olmuşsa. Mətbəxin restoranındayım. Bəli, ayrı-ayrı yeməklər əlbəttə ki, yemişik. Ancaq burada və Naxçıvan mətbəxi verilən restoranlarda birinci dəfəyəm. Və bildiyiniz kimi bu yaxınlarda bizim yolumuz açılacaq. Biz maşınla gedib orada yeyəcəyik. Yerindəcəm. Какой хороший тост. İnşallah. Политкорректный. Sağ ol. Sağ olun. Açınıyım. Bu bizim yəni Drinking Team komandasının Naxçıvan, yəni bu zonanın ümumiyyətlə mətbəxinə ikinci səfəridir. Birinci səfər olmuşdu Ordubat restoranına. O neçə il bundan öncə, 6 il bundan qabaq Səfa ilə getmişdik. Bir dənə Amerikadan da dostumuz var, o da gəlmişdi. Bu da ikinci səfərimizdir. Elçin bəy sayəsində. İkinci yemək bu sous. Çox ləzzətli idi, çox yaxşı gedir, işinə qalmadı özünüz gördünüz. Bir də indi üçüncü yemək gəlir, o da qovurmadır. Qavurma. 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 Ama gətirin görək.
Naxçıvan mətbəxinin deyərdim bəlkə də ən məşhur yeməklərindən biri bu qavurmadır. Halbuki mən onu biraz başqa cür təsəvvür edirəm özümə. Və dedim ki, "Ay yox, bu qavurmadır, mən belədir." Yoldaşlar, ət, yəni bir dənə buna bax, bir dənə buna bax, axşamdan ona. Ət bir sən nə verir ona? Özündən öz-özünə ayır ona bax. Çox yumşaq, dadına baxmışam. Möhtəşəm bir şeydir və ən əsası kartof qızartması var ha. Mən bəlkə də 100 ildir ki, Bakıda restoranda damaşnik kartoşka qızartma görməmişəm. Bu damaşnik kartoşkadır, bildiyin o qızardırır. Fritur deyil. Əsl. Kərə yağında. Əsl. Padamaşnik o. Dəmir qabda özü. Dəmir yumruq. Bomba. Oo! Görürsən? Bu sənə deyim ki, Naxçıvan soosundan daha yaxşı. Bilirsən nəyə görə? Bu həm üçüncü yemək kimi gəldi. Həm də burada gətirmək istədilər onu mal əti ilə. Çox dadlı. Amma Elçin bəy deyib ki, mal əti ilə yox, çəpişlə. Çəpişlə. Çünki Ha, daha yox, yumşaq çəpiş. olur. Yumşaq olur, daha soçundur. Bəli. Professional oldum belədir. Onun üçün mən yeməyə davam edirəm. Çəpişlə eşq yaşayıram. Növbəsini gör. Zoofil deyil mi başına? Sən mənim canım, kartoşka necə? Çox fantastik. Elə bil bildiyin evdə analar bişirdiyi kartoşka. Görürsünüz, protokol streçin nömrə, yəni yazırsınız nömrəni, bizdə ruçka var. Götürürüm, yəni burada, yəni götürürüm indi. Nömrə 1. Nömrə 1. Protokol streçinin nömrə 1-dir bizdə görüş. Və burada mesta yazıb, yəni ki, məkan. Məkan da bizdə arpa çay. Yazıq ki, arpa çay. Yəni belə normal. Bundan sonra getdiyimiz hər bir yerə protokol streçlə başqa bir dənə də ruçka götürəcəyik ki, hər dəfə qeyd edək. Protokol nömrə bu 1 idisə, bundan sonra 2 olur, 3, 4, 5, 6, 7, 8 s. Və yerlərin adını. Odur ki, siz də qonaqlıqda olanda protokol streçini içirsizsə, hələ bu videonun altında və yaxud bizim Facebook hər hansı bir protokol streçinin olan məclisdən olan videoların altında da bu şəkilləri atın. Bölüşək də bir-birimizlə öz yeyib içmək məclislərlə. Yoldaşlar, yaxşı belə oturduq, ha? Çox yaxşı gözəl. məclis idi, yaxşı Bəli. yeməklər var idi. Bu zonan yeməklərlə də tanış oldunuz. Bəziləri özəklər yeməmişsizsə, Elçin bəy işte o pastanı da burada oldu. Sağ olsun. Olsun, olsun. Bəli. Çox dadlı idi. Əla idi. Burada da arpa çayın ünvanını da deyək sizə. Keçlə qəsəbəsidir. Köhnə ət kombinatının elə bir ki, həyətindədir. Yolun qırağıdır da. Bağırov körpüsündən çıxan kimi sağa dönürsünüz, biraz düz gedib sola dönürsünüz və girən kimi solda görürsünüz arpa çay. Parkovkası da var, yeri də həyətdir, manqalı zadı, hər şey var. Rahat tapılan bir yerdir, Waze-də də var. Vahid, mənçisi sonlandır, burada peçat sözü var. Peçatın sağında da bir dənə imza, möhürü var. Tamaşaçıların sağlığına. Çox sağ olun. Sağ olun. Hamzes. Tretий. Importer. Sağ olun. Və hesabımız gəldi. Mən xalodla malodla heç demirəm. Mən əsas 3 dənə o əsas yeməyi barəsində demək istəyirəm. Deməli burada soyuq küftə porusu 9 manatadır. 2 dəfə porus gəlib bizə. O ki 18 manat. Daha sonra Naxçıvan soğuzu bizə gəlib. Bir porusu 9 manatdan amma bizə 4 dənə gəlib. Hərəsində o hər qabda 2 porus idi. O da opşi 36 manat. Və sonda gələn çəpiş qavurma, bir porsu 13 manat, bizə də opşi gəlib 4 pors. O da eləyir 52 manat. 52 plus deməli 36 və plus 18 eləyir 116 manat. Belə işlər. Pərəm.